Bu dəfə hansısa tiktokerin həbsi yox, azadlığa çıxması sevinc gətirdi. Məsələn, bir müddət öncə onların həbs olunması insanları sevindirirdi. Çünki çoxları düşünürdü ki, onlar əxlaqsızlığı təbliğ eləyirlər. Bəli, yanılmırdılar. Şəxsi fəaliyyətinə görə tənqidlər başa düşüləndir. Həmin bloger yumşaq desək, heç də örnək olmayan davranışlar sərgiləyirdi. Bu dəfə isə işin mahiyyəti başqadır. Azadlığa buraxılan blogerin başına gələn bədbəxt hadisədən heç kim sığortalanmayıb. Hər bir insan qəzaya düşə bilər. O da düzdür ki, hər bir insan ağlını itirib sosial şəbəkədə yüngül hərəkətlərlə gündəmdə qala bilər. Amma mövzu başqadır. Məhkəmə Arzumun 4 övladının olmasını, onlardan birinin ağır autizm xəstəliyindən əziyyət çəkməsini nəzərə alıb. Bu əsasla Arzum ev dustaqlığına buraxılıb. Ona bu müddət ərzində sosial şəbəkələrdən istifadə etməyə qadağa qoyulub. Yalnız telefon vasitəsilə ailə üzvləri ilə əlaqə saxlaya biləcək. Bundan əlavə, vəkillərin işin yenidən araşdırılması ilə bağlı vəsatəti də təmin olunub. Salamat qalın, qəzadan, bəladan uzaq olasınız. Fikirlərinizi bildirməyi və səhifəni bəyənməyi unutmayın.